Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçi Pəri Firuz qızıdır. 18 iyun tarixində sertifikasiya imtahanında müəllimlərin qarşısına çıxan kurikulum suallarından bir neçəsini sizlərə təqdim etmək istəyirəm. Əgər bu video sizin üçün faydalıdırsa, kanala abunə olmağı unutmursunuz. Eyni zamanda da ətrafınızda həmkarlarınızdan, növbəti günlərdə də imtahanda iştirak edəcək müəllimlər varsa, bu videonu həmin şəxslərə göndərməyiniz imtahanda onlar üçün faydalı olacaqdır. Gəlin birinci sualımızla başlayaq. Hansı ki birinci sualımız inteqrasiya mövzusuna aiddir. İqlim dəyişikliyi mövzusunda şagird xarici ədəbiyyatı araşdırıb təqdimat hazırlamalıdır. İnteqrasiya növünü müəyyən edin. İngilis dili müəllimlərinin qarşısına çıxan sualdır bu və xarici ədəbiyyatdan bəhs eləyir. Burada xarici ədəbiyyat, yəni ingilis dilinə aiddir. Daha sonra iqlim dəyişikliyini biz burada görürük. İqlim dəyişikliyi coğrafiya fənninə aiddir. Yəni biz burada rahat şəkildə fənlərarası inteqrasiyanı görə bilirik. Eyni zamanda bizə deyir, şagird araşdırma aparacaq, təqdimat hazırlamalıdır. Araşdırma aparması oxu məzmun xəttinə aiddir. Təqdimat hazırlaması isə yazı məzmun xəttinə aiddir. Yəni biz burada da rahat şəkildə fəndaxili inteqrasiyanı və üfüqi, yəni fəndaxilin iki növü var, üfüqi, şaquli. Üfüqi inteqrasiyanı rahat şəkildə görə bilərik. Və sualımızın da cavabı fəndaxili, üfüqi, fənlərarası inteqrasiya olacaqdır. Növbəti sualımıza baxaq. Hansı formativ qiymətləndirməyə aid deyil? Özünü qiymətləndirmə formativ qiymətləndirməyə aiddir. Qarşılıqlı qiymətləndirmə formativ qiymətləndirməyə aiddir. Davamlı müşahidənin aparılması formativ qiymətləndirməyə aiddir. Çıxış biletindən istifadə olunması formativ qiymətləndirməyə aiddir. Bölmənin və yarım milin sonunda keçirilməsi bu artıq formativ qiymətləndirməyə aid deyil, summativ qiymətləndirməyə aiddir. Bizdən də formativ qiymətləndirməyə aid olmayanı istəyirsə, D variantını seçə bilərik. Çünki summativ qiymətləndirməyə aiddir. Keçid edək növbəti sualımıza baxaq. Şagirdlərə kəsrləri daha yaxşı öyrətmək üçün oyun hazırlanması tapşırılır. Şagird oyun tərtib etməli və stolüstü oyun üçün suallar tərtib etməlidir. Verilən situasiyada şagird idraki taksonomiyanın hansı mərhələsindədir? Yəni şagird burada həm oyun tərtib edəcək özü, həm də stolüstü oyun üçün sual tərtib edəcək. İdrak taksonomiyasına görə yaratmaq mərhələsinə aid olacaqdır. Yəni idraki taksonomiyanın 6 mərhələsi var. Xatırlamaq, anlamaq, tətbiq etmək. Bunlar aşağı təfəkkür səviyyəsi sayılır. Təhlil eləmək, dəyərləndirmək, yaratmaq, bunlar isə yuxarı təfəkkür səviyyəsi sayılır və şagirdin də özü oyun qurması, stolüstü oyun üçün suallar tərtib etməsi, yəni burada şagird yaratmaq mərhələsində olur idrak taksonomiyasına görə. Əgər növbəti günlərdə də imtahan suallarından xəbərdar olmaq istəyirsinizsə, müəllimlər kanala abunə olmağı unutmursunuz. Növbəti suala baxaq. Növbəti sualda səriştələrlə bağlı bir sual təqdim edilibdir. Verilənlərdən hansı şagirdlərdə maliyyə savadlılığını inkişaf etdirir? Qərarların müsbət mənfi nəticələrini proqnozlaşdırır. A variantı qərar qəbul etməklə bağlıdır. Yəni A variantını maliyyə savadlılığı kimi götürə bilmərik. Yəni bu təqdim olunan qərar qəbul etməyə aiddir. Səmərəli istehlak davranışı nümayiş etdirir, resurslardan qənaətlə istifadə edir. Yəni verilən, təqdim olunan bu maliyyə savadlılığına aiddir deyə bilərik. Cəmiyyət qarşısında məsuliyyətini şərh edir, sosial layihələrdə iştirak edir, könüllülük fəaliyyəti ilə məşğul olur. Verilən situasiya şəxsi və sosial məsuliyyətlilik səriştəsinə aiddir. Kollektivdə birgə fəaliyyət və liderlilik bacarığı nümayiş etdirir. Əməkdaşlıq səriştəsinə aiddir. Problemli situasiyalarda emosional sabitlilik nümayiş etdirir. Problemi konstruktiv şəkildə həll edir. Təqdim olunan variant problem həll etmə səriştəsinə daxildir. Bizdən də maliyyə savadlılığını istəyirdi. Maliyyə savadlılığına aid olan variant B variantı olacaqdır. Və müəllimlər 4 sual əldə etmişdim müəllimlərdən. Bunları sizə təqdim elədim. Növbəti
günlərdə də imtahan suallarından xəbərdar olmaq istəyirsinizsə kanala abunə olun. Eyni zamanda da gün ərzində də əldə etdiyim sualları paylaşacağam ki, sizlər də xəbərdar olasınız. Sağ olun, salamat qalın.